Diaqnoz eləyəcəyik, həm də şəfalandırma eləyəcəyik. Çıxanda öz təəssüratlarınızı deyərsiniz. Təbii ki, biz onu paylaşa bilmirik. Sadəcə çıxanda özü deyəcək necə oldu. Təşəkkür edirəm Leyla xanım sizə. Sənin yanına gələn tamamilə rahat oldum. Bugün də tamam bir başqa rahat oldum. Sözün əslində mən bilmirdim belə bir şeylərin olduğunu, çakraların açılmasını və bugün nə xoş ki, bunu mən də yaşadım və artıq seansımızdan bir 5 dəqiqə keçib tam rahat şəkildə, hətta doluqsundum bir ara. Amma bunların hamısını Leyla xanıma borcluyam ki, məni daha da sərbəst, daha da yaxşı şəkildə dinlədi və özü o gözəl dualarını etdi mənim üçün. Təşəkkür edirəm. Zaten 3 gündən sonra mən sizə bilirsiniz ki, zəng eləyəcəm. Çünki keçən səfər də elə təzyiq məsələsindən sonra dərhal yığmışam Türkiyədəki Leyla xanım. Mən sizə sonsuz təşəkkür edirəm ki, məni bu bəladan qurtardınız. İnşallah bu da bizim üçün uğurlu olar. Sizi tanımışam. Var olasınız, həmişə qarşılıqlı. Var olasınız. Bir də ki, dostlar, necə ki, insanın talihini əlinin içindən oxuyurlar. Amma bizdə də diaqnostik baxımdan belə deyərdim ki, çakralar açılır və qan, belə deyim, qan şəklində də hər elə xanım, onu hicama olunduğu şəkildə biz artıq bütün nə lazımdırsa diaqnostik edirik. Bəli, həm də şəfalanırsınız. Leyla xanıma mütləq müraciət edin. Səbəb olsun inşallah. Var olasınız. Təşəkkür edirəm özüm. İnşallah. Bir həftədən sonra sizdə iş həyatında olan dəyişiklikləri mütləq zəng edib Zəng edirəm də. Yaxşı ki, sizin kimi savadlılar var. Olmasa nə Sizi də edərdik? oxuyanda mənə şaşırtdınız da. Can, bildim hansı mövzuda. Elə bir şey idi ki, özəl bir şeydir, biz onu deyə bilməyəcəyik. Var olun.